Salam, bugün sizə bu labı necə həll eləmək olar, onu göstərəcəm. Labda dediyinə görə burada OS injectorun boşluğu var, feedback hissəsində. Və bizdən deyilən budur ki, bu lab digər labda olduğu kimi bizə body hissəsində heç bir cavab vermir. Və biz elə eləməliyik ki, bu hissəyə whoami komandını işlədək və bu hissəyə gəlsin. Çünki bu hissə yazıla biləndir. Yəni biz bu hissəni dəyişə bilirik. Labımıza keçid eləyək. Feedback hissəsinə keçid edək. Və bu responsu incələyək. Bunu repeater atıram. Və belə. Deməli, biz birinci whoami komandını buraya yazdırmalıyıq. Buranı buradan kopyalayaq. Və deməli. Digər lablardan da bildiyinizə görə əsasən boşluqlar email hissəsində olur. Ona görə name hissəsini yoxlamayacağım. İstəsəz yoxlaya bilərsəm, heç bir şey çıxmayacaq. And whoami və bu komutu da çalışdırandan sonra bunu bu hissəyə atsın. Hansı ki, bura. Image. Deməli. Lab dediyinə görə bu hissə yazıla biləndir və biz bura öz faylimizə ad verməliyik. Misal fuad.txt və bu kodun əsas məqsədi nə olacaq? Burada əgər bu komutu işlədəndən sonra və whoami komandını bu hissəyə yazacaq. Əgər burada qoysi sistem boşluğu varsa. Və əgər bu hissəni oxuyursa, mən istəyirəm ki, bundan sonraki olan hissələri oxumasın. Onu da hashtag işarəsi ilə həll edə bilərik. Bunu sistemin başa düşməsi üçün URL enkod edirik. CTRL-U və 200 OK aldıq. İndi gördüyünüz kimi burada bizim whoami komandı yoxdur. Görmürük, amma bizim yazdığımız koda əsasən image hissəsində fuad.txt faylı var. Bu fayla necə əl çatacaq, onu göstərəcəm sizə. Labımıza gəlirik. Gördüyünüz kimi burada çox imaglər var. Bunları biz Portfolio'nun üstündən də görüntüləyə bilərik. Gəlirik bura. Buradan image açın. Bunu apply change edək. Və görsəz bura bizim image fayllarımız gəldi. Bunu götürün buradan və repeater'a atın. Repeater'a atdıqdan sonra isə biz bilirik ki, biz burada bir fuad.txt faylı yaratmışıq. Biz bu fuad.txt faylına keçid etmək üçünsə sadəcə faylın adını yazacaq. Fuad.txt və gördüyünüz kimi whoami komandını dolayı yoldan olsa da çalışdırdıq. Və lab da beləliklə həll oldu.